Heç bir kişi istəməz ki, böyük sinəklə istirahətə getsin, dəniz qırağına getsin və yaxud da ki, incə, nazik yay paltarları ilə xaricə çıxsın, çölə çıxsın, istirahət eləsin və s. Bununla bağlı bizim problemlərimiz nədir? Müəyyən hormonal dizbalansla bağlı olaraq bəylərin döş qəfəsinin ön səthində, qadınların sinəsinə bənzər bir döş vəzisinin olması və bu döş vəzisi onlarda müəyyən diskomforta səbəb olur ki, onlar sadaladığım yerlərə gedə bilmirlər. Bu, əsasən yay fəslində olur. Niyə? Bizim geyimlərimiz incə olur və bu bizdə müəyyən bir komplekslər yarada bilir. Amma bu komplekslərin aradan qaldırılması bizim tərəfimizdən, bizim klinikamızda aradan qaldırıla bilir. Üsul olaraq cərrahi müdaxilədir, yəni ginekamastiyaların ləğvi olunur. Ginekamastiyanın ləğvi təqribən 1 saat, 1 saat 15 dəqiqəlik bir əməliyyatdır. Əməliyyatdan sonraki dövrdə reabilitasiya dönəmimiz 1 həftə ilə 10 gün müddətində ola bilər ki, bu əməliyyatdan sonraki dövrdə həmən bəylər, həmən kişilər gedib sadaladığım yerlərdə rahat-rahat, komplekssiz istirahət edə bilərlər.